Salam. Hədəfin bu il keçirilmiş birinci sınağının, mövzu sınağının izahına başlayaq. 31-ci test. Ana xaqanlığından fərqli olaraq ata xaqanlığı dövrünə aid hadisə tapmalıyıq. Mübadilənin inkişafı nəticəsində ticarətin yaranması cavab elə A variantıdır. Digərləri metal işləmənin meydana gəlməsi eneolit dövründə, ana xaqanlığında, axirət dünyasına inamın mövcud olması ana xaqanlığı ilə ata xaqanlığının fərqi deyil, hər ikisində var. İnsanların kollektiv halda yaşaması da hər iki dövrdə var. Məsələn, qəbilə və tayfa. Bir də yeni sənət sahələrinin yaranması isə neolitə aiddir. Bu da ana xaqanlığına xas cəhətdir. 32-ci test eradan əvvəl 4-cü əsr Yunanistan və Roma tarixinə aid hadisə tapmalıyıq. Makedoniya dövləti ilə mübarizə apardı. Bu eradan əvvəl 4-cü əsr Yunanistana aiddir. 1-ə A gedəcək. Aralıq dənizi hövzəsində güclü dövlətə çevrildi. Bu 4-cü əsr Yunanistan tarixinə aid deyil. Çünki Yunan-İran müharibələrindən sonra Aralıq dənizində mühüm dövlətə çevrilmişdi. O da ki 449-cu ildə, yəni 5-ci əsrin ikinci yarısına aiddir eradan əvvəl. Romanın əyalətinə çevrilməsi də 2-ci əsr eradan əvvəl 146-cı ilə aiddir. Deməli, 1-ə yalnız A gedəcək. 1-ə A gedən variant isə 2 yerdə var. B və Y variantında. İkinci testdə, ikinci hissədə isə Roma haqqında 4-cü əsrə aid olanı seçməliyik. Maliyyə işlərinə Senat nəzarət edirdi. Bəli və doğrudur. Çünki Senat eramızdan əvvəl 509-dan eradan əvvəl 27-ci ilə qədər maliyyə işinə baxıb Respublika dövründə, həm də müharibə sülh işinə də baxıb. Bütün İtaliyanın işğalının başa çatılması eradan əvvəl 3-cü əsrdir. Paytaxtın başqa şəhər köçürülməsi də bu deyil. Deməli, cavab 1A, 2A, B variantıdır. 33-cü test. 19-cu əsrin 40-cı illərinin birinci yarısı Azərbaycan üçün demək, səciyyəvi cəhət soruşur. Daxili gömrük rüsumu rəhdarın ləğv edilməsi deyil. Çünki rəhdarın ləğv edilməsi 1836-cı ildir. Feodal asılının ləğvi 1870-ci ildir. Məhkəmələrin açıq keçirilməyə başlanması 1866-cı ildir. Bakı quberniyasının yaradılması 1859-cu il Şamaxı zəlzələsindən sonradır. Ali müsəlman təbəqəsinin nümayəndələrinin bütün idarə işlərindən kənarlaşması isə 1841-ci il cavab Y variantıdır. 39-cu test Pun müharibəsinə aiddir. Eramızdan əvvəl 3-cü əsrin birinci yarısında başlaması 264-146-dırsa 3-cü əsrin birinci yarısına düşür. Yunanistan və Makedoniya Romanın əyalətinə çevrilmişdi. Bu Pun müharibəsindən sonradır. Roma imperiyasının qüvvələri qalib gəldi. Bu da doğrudur. Cavab 1 və 3 olacaq. Çünki Aralıq dənizinin qərbinə nəzarət etmək uğrunda baş vermişdi. Bir dəqiqə, yox, burada 3 olmayacaq, çünki hələ imperiya yaranmamışdır, Respublika dövrüdür. Amma Aralıq dənizinin qərbinə nəzarət etmək uğrunda baş vermişdi. Çünki Siciliya, Sardiniya və Korsika Aralıq dənizinin qərbində yerləşir. Cavab olacaq 1 və 4 A variantı. 35. Xronoloji ardıcılığı müəyyən edin. Bumun xanın yeni dövlət yaratması 552-ci il, Kürşad üsyanı 639-cu il, Avropa Hun dövlətinin süqutu 470-ci il, Türk dilində Quranın təfsirinin yazılması isə 10-cu əsr. Deməli, burada olacaq birinci 3, daha sonra 1, sonra 2, sonra 4. 3, 1, 2, 4. O da E variantındadır. 36-cı testə baxaq. Erkən Tunc dövründə Azərbaycanda əhalinin dini həyatında baş vermiş yeniliklər. Xüsusi ibadət evləri, bəli, biri 1-dir. Ölülərin yanına məişət əşyaları mezolitdədir. Kurqan tipli qəbirlər, bəli, biri də 3-dür. 1 və 3 olacaq. Çünki ölülərin yaşayış məskəninin evlərin içərisində, arasında bastırılması eneolit dövründədir. 37-ci test. Manna dövləti ilə İskit tayfalarının Midiya dövləti ilə münasibətlərinin nəticələrinə aid ümumi cəhəti göstərin. Hökümdarın Ağsaqqallar Şurasına tabe olması bu ümumi cəhət deyil, ümumiyyətlə hökümdar Ağsaqqallar Şurasına tabe deyildi. Heç birində Albaniya dövləti ilə dostluq ola bilməz. Manna Albaniya və yaxud İskit paralel yaşamayıblar İskit dövləti ilə, nə də Midiya ilə.
Parfiyaya qarşı hərbi ittifaqın yaradılması. Parfiyaya qarşı bunlar mübarizə aparmayıblar. Assuriyaya qarşı mübarizənin aparılması düz olacaq. Çünki hər ikisi Assuriya ilə mübarizə aparıb. D variantı. Maqneziya döyüşü də Atropatenaya aiddir. 38. İlkin şəhər mərkəzlərindən olan Oğlanqalı yaşayış məskəninin yerləşdiyi ərazi Naxçıvandır. Naxçıvan da 2-də yerləşir. 2B variantıdır. Daha sonra baş verib, gec baş verən hadisəni tapacaq. Mülki işlərə hərbi məhkəmələrdə baxılması, bu komendant idarəsi baxılmasının ləğv olunması 1840-cı il islahatındadır. Xəzər vilayətinin ləğv edilməsi 1846-cı ildədir. Seçkili orqan olan Vahid kənd idarəsi 1865-ci ildədir. Bəylər kəndli inzibati idarəçilikdən uzaqlaşdırılır. Qafqaz canişinliyinin təsis edilməsi 1844-cü ildədir. İrəvan quberniyasının yaradılması 1849-cu ildədir. Cavab olacaq C variantı. Selevkilərin Atropatenaya yürüş etdiyi əsrə uyğun gəlmir. Hindistanda daşdan yolmuş darvazanın hazırlanması eramızdan əvvəl 1-ci əsrdir. Selevkilər 3-cü əsrin 2-ci yarısında hücum edib Atropatenaya. Deməli, cavab 1-1-dir. Mərkəzi Asiyada ilk türk dövlətinin yaranması eramızdan əvvəl 3-cü əsrin 2-ci yarısıdır. Bu uyğun gəlir. Çində bütün ölkə üçün vahid ölçü çəki pul sistemi 3-cü əsrin 2-ci yarısına uyğun gəlir. Sinşuxandin dövrüdür. Deməli, 2-3 olan cavab olmayacaq. 4-də baxaq. Romada qulların öldürməsinin qadağan edilməsi bizim eranın 2-ci əsridir. 5 Şumer şəhər dövlətinin yaranması eramızdan əvvəl 4-3-cü minlikdir. Cavab Y variantı. 41-ci test. Tarixi proseslərin məntiqi ardıcıllığını tamamlayın. Eradan əvvəl 5-ci yüzilliyin əvvəlində Kiçik Asiyanın qərbində Yunan şəhər dövlətləri üsyan qaldırmış. Dalınca Yunan müharibəsinin başlamasıdır. Bir də B variantında deyir ki, 3-cü Daranın Yunanistana hücum etməsi. Bu yanlışdır. Çünki 3-cü Dara hücum etmir. 1-ci Dara hücum edir. Əhəmənin donanması Egey dənizində donanma saxlamağın qadağan edilməsi. Bu da yanlışdır. Çünki müharibənin sonunda Əhəmənilərin Egey dənizinə çıxışı qadağan edilmişdi. Spartadan başqa Yunan şəhər, bu da Afina-Sparta müharibəsidir. Deməli, burada olacaq Yunan müharibəsi başladı. 2-yə A götürəcəyik. 2-yə A. 4-də Yunan müharibəsində Əhəmənilərin məğlub olmasının nəticəsində isə olacaq Əhəmənin donanmasının Egey dənizinə donanma saxlamaq hüququnun qadağan edilməsi C. 2-yə A, 4-də isə C olacaq. 42-ci test. Atropatena Fraspa şəhəri eradan əvvəl 36-cı ilin payızında Antoninin ordusu tərəfindən mühasirəyə alınıb. Bütün əhali mübarizəyə qalxaraq əsas qüvvələr gələnədəki şəhəri müdafiə etdi. Ölkəni özlərini şəhərin müdafiəsinə çatdıran Parfiya və Atropatena süvariləri Antoninin mühasirəsinə qarşı birgə mübarizə apardılar. Mətndə haqqında bəhs edilən döyüşün nəticəsini seçin. Fraspa döyüşünün nəticəsi A variantına yazır Roma imperiyası. Xeyr, 36-da Roma imperiyası yoxdur. Cavab B olacaq. Müttəfiq ordusu qalib gəldi. Çünki Atropatena ilə Parfiya müttəfiq idi orada. 43-cü test. Qaraxanlı dövləti üçün səciyyəvidir. Erkən feodalizm dövründə yaranması 840-cı il bəli erkən feodalizmdir. Qırğızın üsyanı nəticəsində süqut etmir Qaraxanlılar. İlk paytaxtı Qaşqar şəhəri deyil, Balsaqundur. Samani dövlətinin ərazilərinin bölüşdürülməsinə iştirakı doğrudur. Çünki Qəznəvi ilə birlikdə Samanini bölüblər. 1 və 4 düz cavabdır. D variantı. 44-cü test. Aşağıdakı cədvəldə hadisələrin hansının yerini dəyişsə xronoloji düz olar. Albaniyanın Sasanidən asılı vəziyyətə düşməsi 262, Albaniyada xristianlığın dövlət dini kimi qəbul edilməsi 313, Ağgün kilsə məclisinin çağırması 488, 2-ci Vaçenin taxtdan salınması 463, Amid döyüşündə Sasani ordusunun qalib gəlməsi isə 359-dur. Deməli, 3 ilə 5-in yeri dəyişməlidir. Çünki 359 yuxarı 3-ə gəlsə, o zaman dalınca gələcək 2-ci Vaçenin hakimiyyətinin salınması 463,
Dalınca da gələcək Aguyen 488. Deməli, cavab C variantıdır. 45-ci test. Çində Xan sülaləsi dövrünə aid deyil. İşğallar nəticəsində dünya ticarət yollarına qoşulması. Digərlərinə baxaq. Çin əhalisinin vahid xalqa çevrilməsi aiddir. Elmin və mədəniyyətin inkişafına qayğı göstərilməsi aiddir. Kəndli və qulların üsyan etməsi aiddir. Çin ərazisinin ilk dəfə inzibati cəhətdən vilayətlərə bölünməsi Xan yox, Sin Şuxəndinin dövründə 36 vilayətə bölünür inzibati islahatı. Y variantıdır. 46. Eramızdan əvvəl 2-ci əsrə aid hadisələri müəyyən edin. Azərbaycanda qullar dövlətlərin mövcud olması. Xeyr, 2-ci bəli, əslində mən minillikli düşünmüşdüm, əsrdir, yox. Deməli, var, Albaniya və Atropatena dövlətləri mövcud idi. Biri götürəcək. Hindistanın yenidən ayrı-ayrı dövlətlərə parçalanmasını verir, 2-də, 3-də verir. Azərbaycan türk tayfalarının ilk böyük gəlişi 3 ola bilməz, çünki İskitlər eradan əvvəl 7-ci əsrdə gəliblər. İlk gəliş onların gəlişidir. Romanın geniş işğalçılıq dövrünə qədəm qoyması isə götürmürük, çünki 2-ci əsrdə başlamır da, yəni ondan əvvəl də Romalılar işğalçılıq edirdilər. O zaman cavab 1 və 2 olacaq. Y variantı. 47-ci test. Sirdaka şəhərində imzalanmış müqaviləyə aiddir. Midiya dövlətinə qarşı birgə mübarizə aparmaq olmaz. Assuriya dövlətində işğal etdiyi torpaqları geri qaytarmağın nəzərdə tutulması. Digər variantlara da baxaq. Manna xərac ödəməli, əvəzində Assuriya işğal olmuş Mannanı azad etməli. Cavab C variantıdır. Şimali Azərbaycanda daha əvvəl baş vermişdir. Quba üsyanı zamanı hərbi şuranın yaranması 1837, kəndli qruplarının ləğv edilərək ümumi adla mülkədar tabelisi adlandırması 1846, 6 dekabr reskripti, Yelizavetpol quberniyasının yaranması 1868, Alban Katolikosunun ləğv edilməsi 1836, Qafqaz canişinliyinin təsis edilməsi isə 1844-dür. Deməli, bizə lazımdır əvvəl olan hadisə. Alban katolikosluğunun ləğv edilməsi 1836 daha tez baş verib. Cavab D variantıdır. 49-cu test. Mehdi Xaqan, Ramzes və Mark Trayana aid Venn diaqramı, üçlü Venn diaqramı. İşğalçılıq siyasəti hər üçünə aiddir. A4-ə gedəcək. Monqol və Tibet tayfalarının tabe edilməsi Meteyə aiddir. Parfiyaya yürüş edib paytaxt Ktesifonu tutması Mark Trayana aiddir. Fələstin və Finikiyanın ələ keçirilməsi 2-ci Ramzesə aiddir. Hitlərlə sülh müqaviləsinin imzalanması da 2-ci Ramzesə aiddir. Deməli, D və Y-nin 2-yə aid olduğu variantı tapaq. Bu da D variantıdır. D variantını yoxlayaq. 1-ə B, Meteyə Monqol və Tibet tayfalarının tabi olması, 2-yə D və Y, 3-ə C, 3-ə C, Parfiyaya yürüş edib paytaxt Ktesifonu tutması Mark Trayan, 4-ə isə A, işğalçı, bəli, cavab olacaq D variantı. 50-ci test. Hadisələrin səbəb-nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Şumerlərdə şəhərlər arasında müharibənin aparılması nəticəsində hərbi başçıların hökmdara çevrilməsi ola bilər. Digərlərinə də baxaq. Qavqamela döyüşündə Makedoniyanın qalib gəlməsi Misir müqaviməsi bu deyil. Qavqamela döyüşündən sonra həmənlər süqut edir. 2 olanlar getdi. Yunanistan demokratiyanın bərpa olması nəticəsində Afina şəhərinin elm mərkəzinə çevrilməsi ola bilər. Kadeş müqaviləsinin imzalanması Cənubi Suriyanın Hitlərin əlində qalması. Xeyr, əksinə Suriyanın cənubunu, deməli, şimali Suriyanı Misir tuta bilməzlər, çünki Suriyanın cənub hissəsi Misirə yaxındır. Suriyanın cənubunu Misir tutur. 4 yanlışdır. Mağar sülaləsinin son qoyulması Hindistanda vahid dövlət də deyil. Deməli, cavab 1 və 3 D variantı olacaq. 51. Albaniya dövlətində Arşakilər sülaləsinin hakimiyyəti dövrünə aid deyil. Roma imperiyasına qarşı mübarizədə iştirak etməsi.
bu aiddir, çünki Amit və Dizraf döyüşləri var orada. Həmin dövrdə də Roma imperiyadır. Hökmdarların öz pullarını kəstirməyə başlaması, bu da o dövrə aid olmayandır. Cavab B variantıdır. Amma paytaxtın dəyişməsi, mərkəzləşmiş feodal dövlət olması, Haylandurlara qarşı mübarizə hamısı Arşakilər dövründə var. Məsələn, paytaxt 444-də 2-ci Vaçenin dövründə dəyişib, mərkəzləşmiş feodal dövlət olması Qoçaq Vaçaqanın dövründədir, 3-cü əsrdədir. O da Arşaki nümayəndəsidir. Haylandurların gəlişi isə 2-ci Vaçe üsyanı zamanı Firuz çağırır onları kömək üçün 462-ci ildə. 52-ci test. Məzdəkilər hərəkatından fərqli olaraq 2-ci Vaçenin başçılıq etdiyi hərəkata aiddir. Qalibiyyətlə nəticələndi. Yanlışdır. Azadlıq uğrunda mübarizə idi. Sasani əsarətinə qarşı yönəlmişdi. 1-ci Qubad tərəfindən yatırılmışdı. 5-ci əsrin ikinci yarısında başlamışdı. Deməli, biz Məzdəkilər hərəkatından fərqli olaraq 2-ci Vaçenin hərəkatına xas cəhət tapmalıyıq. Və burada olacaq demək 5-ci əsrin ikinci yarısında başlamışdı. Çünki yox, o 2-ci Vaçenin hərəkatının fərqi deyil. Bir dəqiqə. Qalibiyyətlə nəticələnməz, azadlıq uğrunda mübarizə idi. Sasani əsarətinə qarşı yönəlmişdi. Bir dəqiqə testə baxmağa ehtiyacı var. Burada azadlıq digər variantlar çıxır. Məsələn, qalibiyyətlə nəticələnməsi yanlışdır. Sonra 1-ci Qubad tərəfindən yatırılmışdı. Bu yanlışdır. 5-ci əsrin ikinci yarısında başlamışdı. Bu da ikisinin aid hadisədir və yaxud da Vaçenin hərəkatına aid olan hadisə deyil. Məzdəklərdən fərqli olaraq azadlıq uğrunda mübarizə və Sasani əsarətinə qarşı yönəlmişdi variantları arasından isə 2-ci Vaçe Sasani əsarətinə qarşı yönəlmişdi kimi götürək. Çünki Məzdəkilər ədalətli cəmiyyət və əmlakın bərabər olmasını tələb eləyirdi. Sırf Sasanilərin ölkədən çıxmasını kimi bir tələbləri yox idi. Məsələn, Babəkilərdən də fərqli olaraq biz deyirik ki, Məzdəkilər Sasanilərə qarşı deyildilər. Onlar sadəcə ədalətli cəmiyyət və əmlak bərabərliyi istəyirdilər. Amma 2-ci Vaçe xristianlıq adı altında Sasani əsarətinə qarşı yönəlib, ona görə də C-ni götürürəm burada. 53. Xronoloji ardıcılığı müəyyən edin. Atropatenanın Selevkilər dövlətinin asılılığından çıxması, eradan əvvəl 190, Albaniyada İskəndərin pullarına oxşar pulların kəsilməsi, eradan əvvəl 3-cü əsrin 1-ci yarısı, Karra döyüşündə Parfiyanın qalib gəlməsi, eradan əvvəl 53. O zaman birinci 2, sonra 1, daha sonra isə 3-ü götürəcəyik. Xəritədə verilənlərin aid olduğu ərazini seçin. Eramızdan əvvəl 5-ci əsrin ikinci yarısında vətəndaşların idarə etmədə iştirakı genişləndi. Periklin dövründən danışır. Bir də eradan əvvəl 5-ci əsrin ikinci yarısı Əhəmənilər üzərində qələbə qazandı. Bu da 449-cu ildə Yunan-Əhəməni müharibəsindən danışır. Deməli, söhbət Yunanistandan gedir. Yunanistan isə burada göstərilibdir 5, amma tam düşməyib. 5 rəqəmidir. 55-ci testə baxaq. Şumerlərə aid olanları müəyyən et deyir. Tarixdə ilk yazılı qanunlar Şumerə aiddir. Mərkəzi Asiyada ilk türk dövləti yanlışdır, çünki Hunlardır. Memarlıqda tağ sütunlardan istifadəsi aiddir. Dünya tarixinin ilk imperiyası isə Şumer ərazisində olsa da Akkadlar yaradıb. Deməli, cavab 1 və 3-dür. 56. Komendant idarə üsulu dövründə mərkəzi Dərbənd olan hərbi rəisliyə aid deyildi. Quba, Bakı aiddir. O zaman Lənkəran, Şəki və Şirvan isə hərbi dairə rəisliyinə aid deyil. Müsəlman əyalətliyi rəisliyinə daxildir. 1, 2, 4 olacaq. Uyğunluğu müəyyən edin. Misirdə Çati hansı işə baxırdı? Məhkəmə işlərinə nəzarət edirdi. Afinada strateglər vəzifəyə təyin edilirdi və ordu donanmaya başçılıq edirdi. B və C. Romada isə senat müharibə, sülh işlərinə baxır.
məhkəməyə baxır kimi götürə bilərikmi? Bəs onda çatiyəni götürək. Plebeylərin müdafiəçisi heç birinə getməyəcək. O zaman məhkəmə işlərini götürək çatıya, müharibə sülh məsələlərinin həll edilməsini isə götürək Romada senata. Amma məhkəmə işlərinə Romada senat da baxır. Aha, deməli burada belə olacaq. Misirdə çati məhkəmə işinə baxacaq. Afinada strateq vəzifəyə təyin edilir və orada donanmaya başçı olur. Romada senat müharibə və sülh məsələlərini həll edir. Plebeylərin hüquq müdafiəçisi isə qıraqda qalacaq, çünki o tribuna aiddir. Tribun isə burada yoxdur. Digər testə baxaq. İslahat kənddə mövcud olan vəziyyətin tədricən kapitalist istehsalına keçməsinə şərait yaratdı. İslahatdan sonra kənddə təbəqələşmə gücləndi. Ağır şərtlərə baxmayaraq, ortabab kəndlilər öz pay torpaqlarını satın ala bildilər. Sonra da tədricən varlı kəndlilərə, qolçomaqlara çevrildilər. Beləliklə kəndlərdə də kapitalist münasibəti formalaşmağa başladı. Deməli, burada söhbət bir islahatdan gedir ki, orada kapitalizmin keçməsinə şərait yaradır və ağır şərtlərlə kəndlilər torpağı satın alır. Yəni, dövlət kömək etmir. Əgər dövlət kömək etmirsə və kapitalist münasibətləri hələ indi formalaşmağa başlayıbdırsa, deməli, bu 1870-ci il islahatından söhbət gedir, sahibkar kəndlərinə aid edilən. Mətndə danışılan islahatın neçənci ildə keçirildiyini qeyd edin. 1870-ci ildə mətndə bəhs olunan islahat hansı kəndlərə aid idi? Sahibkar kəndlərinə, elə bayaq dedim. Tarixi biliklərinizə əsasən bu islahatın Rusiyada keçirilən islahatdan fərqli iki xüsusiyyətini yazın. Demək ki, fərqli Rusiyadan xüsusiyyəti o idi ki, Rusiyada dövlət kəndlilərə borc verirdi və bir neçə il, 10 illik ərzində, 49 il ərzində kəndli faizsiz həmin borcu qaytarmalı idi. Azərbaycanda isə müstəmləkə xarakteri daşıyırdı və dövlət kəndlilərə borc pul vermirdi ki, onlar torpağı satın alsınlar. Ona görə də kəndlilərin çoxu öz torpağına, pay torpağına sahib ola bilmədi. Yalnız bir hissəsi torpaqları alıb sahibkara və yaxud qolçomağa çevrildi. Bu qədər. Sağ olun dinlədiyiniz üçün.